Kalçaları daha yaxşı şəkildə tostoranlamaq üçün turbobraş başlığıdır ki, onu da burada xüsusi falçaların içindəki tükləri daha yaxşı şəkildə götürmək üçün xüsusi bir fırçadır. Salam hörmətli izləyicilər, biz bu günləri Türkiyə brendi olan Arnika Mila Rose'un qutu açılımı edəcəyik və onun gücünü bir yerdə yoxlayacağıq. Hazırda qutunu açırıq və gördüyümüz kimi içərisində bir dənə teleskopik şlanq var, bir dənə dəmir borusu var. Kalçaları daha yaxşı şəkildə tostoranlamaq üçün turbobraş başlığıdır ki, onu da burada xüsusi falçaların içindəki tükləri daha yaxşı şəkildə götürmək üçün xüsusi bir fırçadır. Bir dənə sadə fırça var. Bu parket, pol, laminat kimi hissələri tostoranlamaq üçün istifadə olunur. Və belə kiçik başlıqlar var ki, kiçik yerlərə daha yaxşı şəkildə götürmək üçün, məsəl üçün divanın arasını və müxtəlif yerlər üçün. Və nəhayət Arnika Mila Rose tostoranımızdır. Gördüyünüz kimi tostoranımız qabla olan tostorandır və qabla işləyir. Tozu qaba vuraraq istifadə olunur. İstifadəsi çox rahatdır. Qab hissəsini belə şəkildə buradan basaraq yuxarı hissəyə qaldırırıq və zibil yığılandan sonra biz qapaq hissəsini açıb zibili rahat şəkildə boşalda bilirik. Və burada bir dənə belə bir filtr hissəsi var ki, bu filtrləri də 3-6 aydan bir yuyaraq təmizləmək mümkündür ki, tostoranınızı daha yaxşı şəkildə yeni aldığınız kimi işləməyə davam etsin. Və arxa hissəsində də filtr hissəsi var ki, bu filtri də rahat şəkildə çıxardıb yumaq mümkündür. Və gördüyünüz kimi 2 qatlı bir maçalka hissəsindən ibarətdir. Həmçinin belə bir filtr hissəsi var ki, rahat şəkildə çıxardıb, yuyub, quruluyub, yenidən yerinə qoya bilərsiniz. Və indi bu hissəsini də göstərim. Elektrik naqili isə rahat şəkildə yığılır. Onun üçün xüsusi bir knopka, yəni düyməcik ayırmayıblar. Sadəcə geriyə etməklə rahat şəkildə, sürətli şəkildə yığır. İndi isə tostoranımızı elektrik naqilinə qoşuruq. İndi isə tostoranın borusunu taxırıq və tostoranımızı işə salmağa başlayırıq. İlk növbədə az koddan başlayaq. Və bildiyiniz kimi bu səssiz bir tostorandır. Gördüyünüz kimi səsindən azdır. Gücü də kifayətdir. Bu hazırda zəif kodudur. Sonra isə artırıb azalda bilirsiniz. Məsələn, buradakı
hissələrdən qaldıra bilərik. Və bu rahat şəkildə qaldırırıq. Bu daha ağır. İndicə bu dəmir formu götürəcək. Və rahat şəkildə bunların hamısını qaldırmağa qadir muhtaramdır. İndi isə dəmir boru hissəsini gördüyünüz kimi rahat şəkildə açıb bağlana bilir. İstifadəsi çox rahatdır. İndi isə bunu tostoran boru hissəsinə taxırıq. Və az öncə dediyimiz kimi turbobraş başlığıdır bu. Bu xalçalar üçün istifadə olunur. Xalçalardakı məsafələri qaşıyaraq tükləri rahat şəkildə xalçanızdan çıxarır. İndi isə tostoramızı qoşacağıq. Və bu şeydə nəzərə alaq ki, tostoranımız sadəcə bir düymədən ibarətdir. Artıq əlavə düymələr yoxdur. Bu həm yandırıb söndürən düyməsidir, həm də xodu artırıb azaldır. İndi isə qoşuruq, yandırırıq. Turbobraş hissəsindəki bu tükləri çıxartmaq üçün olan başlıqdır və bu necə sürətlə fırlandığını siz də gördünüz. Əgər siz də məhz Arnika Mila tostoranını seçirsinizsə, məhz bu modeli siz də bəyəndinizsə, aşağıda qoyulan nömrələrlə əlaqə saxlasanız, pulsuz şəkildə ödənişsiz ünvanınıza qədər çatdıracağıq.